Amma məcaz dostlar, Zevs yenə cəmaata qoydu nə barədə? Yəni reklam elədi hansısa piramidanı, orada cəmaat batdı, pulları itdi və indi isə belə bir video çəkib və deyir ki, mənim nə vecimə ki. İndi baxa görə nə çəkib, nə çəkməyib və ona uyğun olaraq fikirlər bildirək. Onlar xəstə video çəkmə məcburiyyətindəyəm. İstəyirdim sabah çəkim. Deməli, çox komment yazır ki, reklam elədiyin oyun nə bilim, çıxarış vermir. Birincisi belə bir şey deyim, dünən kriptovalyuta özüm çıxarış eləmişim, bu bir. Deyir ki, kriptovalyuta özüm çıxarış eləmişəm, amma bunun reklam elədiyi piramidanın kriptovalyutanın heç bir adiyyəti yoxdur. Orada M10-a çıxarış var, Sberbanka çıxarış var idi, bir də bir-iki dənə hansısa, belə deyək də, kripto deyirəm, adi fiyat valyutalara çıxarışlar var idi. İkincisi də ki, vermir, mənim bir ki. Burada da düz deyir, təbii ki, vermir, günah özünüzdədir, yəni də fikrim bildirir. Yəni, bu adamın nə vecinədir? Bu adam sadəcə olaraq, yəni özü də deyir. Mən qəş blogerim, mən reklamla məşğulum. Yəni, reklamla məşğuldur və bunun üçün, məsəl üçün, kiminsə axırıncı puludur, kiminsə dərmanının puludur, kiminsə, nə bilim, uşağının puludur, bu onun heç də vecinə deyil. Yəni, bunun üçün insanın vicdan olmadı, o da bunda yoxdur ki, yəni, deyir ki, mənim heç vecimə də deyil. Düzdür. Üçüncüsü də ki, mən belə 5 dənə, 10 dənə yatırım saytlarında, iqralarda iştirak edirəm və disclaimer də qoyuram ki... Təbii ki, disclaimer də qoyur ki, sabahsı gün siz gedib polisə şikayət eləsiniz və yaxud nəsə olsa, disclaimer atacaq ki, mən xəbərdarlıq eləmişdim ki, piramidadır və bata bilər və yaxud riskli bir investisiyadır. Yatırım tövsiyəsi deyil. Bunları biz nəyə görə qoyuruq? Bəzi cındırlar pulu batanlardan söhbət gedir. Kimdənsə gəlib şikayət eləsə, bax, həmin cındırlardan söhbət gedir ki, gedib şikayət eləyə bilməsinlər polisə ki, sabahsı gün buna qarşı hansısa bir cinayət işi qaldırılmasa. Və təbii ki, hal-hazırda bu Moskvadadır, Rusiyada olur. Rusları aldatmır, çünki onları aldatsa bilir ki, burada pətənə söhbəti var. Ona görə də maksimal şəkildə Azərbaycanda olan əsas, bilirsiniz, bu qarpuzla sındırır da eləyirdi, belə şeylərlə xayb qazanırdı və oradan yığdığı malletkalar hal-hazırda piramidalara cəlb eləyir. Təbii ki, öz auditoriyası da özü bilər, yəni özünüz gördünüz, yəni auditoriyasının qozunu almayan bir adamdır. Üzgün, dillər uzun olmasın. Başa düşdünüz. Nəsə qısa konkret, onu demək istəyirəm ki, siz elə bir şey yox, Zevs nədən 2-3 nəfər düşüb ortalığa ta reklam eləməyəcək falan. Təbii ki, öz işinlə məşğuldur. Bəli, pul buradan çıxır. Onun üçün vecinə deyiləm. Yəni, konkret olaraq deyir ki, pulum bundan çıxır. Yəni, piramida, fırıldaq, XBT, hətta özü də burada deyir ki, XBT qoşulacam. Yəni, belə şeylərdən çıxır bu adamın pulu, qazancı bundan çıxır. Xoşundur, bax, xoşun deyil. Bunun elədiyi şeylərə pul qoyma. Düzdür, nəzərə alsaq ki, çox auditoriya, az yaşlı auditoriyadır və onların çox dələ beyni işləmir, başa düşsün ki, bu nə danışır, nə deyir, nədən söhbət gedir. Çox indi aviyeşniklər görürsünüz, baxın, burada like'lar var, ürəklər var falan. Bunlar qoyandan çoxu da malletka aviyeşniklərdir. Mən yaxşı təklif olsa, mən bu da lüboy şeyi reklam edərəm. Görürsünüz, yaxşı təklif olsa lüboy şeyi reklam eləyə bilər. Yəni, lüboy şeyi buna versələr, bu onu reklam eləyə bilər. Yaxşı təklifə görə təbii ki. Açığı. Bu yaxşı təşkilatlar olsun. Yaxında indi Birvinlə əməkdaşlıq edəcəm. Gördüyünüz kimi Birvinlə də əməkdaşlığa başlayacaq. Bu isə o deməkdir ki, yəni bu adam konkret olaraq reklam işi ilə məşğuldur və sən bunun haqqında nə danışırsan, nə deyirsən, bunun heç onun vecinə də deyil. Əsas adam pulun qazanır və lüboy şeyi də reklam eləyə bilir.